Aha. Deməli, say sistemlərinə baxırıq. Birinci sual hamıda düz olmalıdır. Bir dənə baxım. Hə. Birinci sual hamıda düzdür. Ona görə də birinci suala baxmırıq. İkinci suala baxırıq. 2 Fidanda səhvdir. Fidan özü burada olmasa da biz qayda apardığımıza görə o sualı izah etməliyik. Hə. Gülay izah edə bilərsən 2-ni? Evet. Hı. Burada e, 5m4n çıxılsın 4m5 bərabərdir 48 onluq say sistemində. Bunun hamısını onluq say sistemə keçirirəm. Yazıram ki, birincidə n üstü 0, n üstü 1, n üstü 2 var. Bu birisine de yazdıram ki, n üstü 0, yenə n üstü 1, n üstü 2. Bu da Sonra bunları vururam. olduğu kimi qalır. Çünki onluqdadır. Bunu çevirməyə ehtiyac yoxdur. Sonra bunları vurup yazıram. 5n kvadratı üstə gəlinsin. mn üstə gəlsin 4. Çıxılsın 4n kvadratı. Çıxılsın mn, çıxılsın 5. Bərabərdir 48. Ay sağ ol. Sonra burada mn'lər islah gedir. Bəli. Yerdə qalır. N kvadratı çıxılsın 1 bərabərdir 48. Biri bu bir tərəfə keçsəndə n kvadrat bərabərdir 49. N də bərabərdir 7. Bəli, tamamilə doğrudur. N plus minus 7 alınır. O da biz təbii ki, müsbətin götürürük həmişə. Müsbət. Sistemi mənfi Sonra ola bilməz. Hə, bizdən və n ardı da var. istəyir. Ardı da var, üzr istəyirəm. Bizdən m istəyir. 7'lik say sistemində də bu m istəyirsə ardıcıl deyir. Ya 6 olacaq, ya 8 Ay, olur. sağ ol. 7'lik say sistemində də 8 yoxdur deyə 6 olur. Ya 6-8 ola bilər ardıcıl dediyinə görə, ya da 5-6 ola bilər. 7-likdə də 8 olmadığı üçün bu variantı mən götürə bilmərəm. Ona görə də mən m-i neçə tapıram? 6. Bəli, m-i 6 tapmış oluram. Cavab olur D variantı. 3-ə baxırıq. 3 Səbinədə səhvdir. Səbinə niyə səhvdir bu? Buna aid sual işləmiş. Mənim orada nə istədiyini tam tutanmadım. Deyir ki, hansı say sistemində təsvir edildikdə 34 ədədinin son rəqəmi 2, 56 ədədinin son rəqəmi 8 olar. Hansı say sistemində? Məsələn, mən 34-ü onluqdan istənilən say sisteminə keçid necə baş tuturdu? Bölə-bölə gedirdik də. Mən 8-likdirsə 8-ə bölə-bölə gedəcəm, 16-dırsa 16-ya bölə-bölə gedəcəm. Bölürəm, bilmirəm. Bura heç nə yazmıram. Bir dənə o bilirəm ki, bundan nəsə çıxıb 64-dən. Salam müəllim. Salam Sevinç, necəsən? Yaxşıyam müəllim. Üzr istəyirəm, biraz gec qoşuldum. Hazırlıqdan indi gəldim elə. Eybi yoxdur. Əsas odur qoşulmusan. Biz də sınağın səhvlərinə baxırıq. Onsuz da bu 1 saatı buna həsr eləyəcəyik. Deməli, 3-cü sual Sevincdə düzdür. Hə. Səbinədə səhvdir bir dənə. Hamıda düzdür, bir dənə Səbinədə səhvdir. Baxaq. Deməli, 34-ü deyir son rəqəm 2 alınır. Yəni 34-ü mən nəyəsə böləcəm. Nəyəsə vuracam. Gəlib buradan nə çıxsam 2 qalar. 32 çıxsam olar. Bəli, mən. Deməli, Qalığı soruşurdum onda. axı biz əvvəldən axıra yazırıq, son rəqəm deyə 2 alınır. Bəli. Aydındır. Bura mən 16 yazsam, 34-ü bölərəm 16-ya. 4-ə də bölür. Yox. Salam müəllimə. Salam Fidan, çatdıra bildin deyəsən özünə? Kursdan gəlirsən Fidan? Xeyr müəllim, onlaynda dərs keçirdim. Hə, başa düşdüm. Kimdir müəllimin, fizika müəllimi? Mələk müəllimə. Hə, onlayn keçir onda Mələk müəllim. İkisinə də gedirəm, həm kursa, həm onlayn. Hə, lap yaxşı. Deməli, 34-ü bölərəm 16-ya eləyər 2, 2-ni vuraram 16-ya eləyər 32. Həqiqətən də 34-dən mən 2 çıxanda qalba ümumi cavab nə olur? 22. Elə olmur? Son rəqəm 2 oldu mu Səbinə? Bəli, mən. Həmin 56-nı da 16 tapmışam axı say sistemi. Mən deyəcək ki, say sisteminin əsasını müəyyən edin. Niyə edirəm? 56-nı da böləcəm nəyə? 16-ya.
görə həqiqətən 8 alacağıq-mı? 8 alsaq deməli variantımız doğrudur. 56-nı bölürəm 16-ya 3 dəfə. 56-dan 48 çıxanda həqiqətən 8 idi. Bu da eləyir nə? 38. Son rəqəmi həqiqətən 8 oldu. Hansı say sistemində? 16-lıq say sistemində. Cavabım olacaq A variantı. Aydındırmı? Çok sağ ol. İkini başa sala bilərsiniz. Mən yaza bilməmişdim. 2-ni izah eləmişəm. Video izahda baxarsan Fidan. 1 saata 50-yə çatdıraq. Video izahda sənə görə hamıda düz idi, bir dənə səndə səhv idi. Ona görə sənə görə izah elədim. Girib baxarsan başlığında. Aydındır. Deməli 4-ə baxırıq. 4 görüm kimdə səhvdir? Bir dənə Sevincdə səhvdir. Baxaq Sevinc niyə bu səhvdir səndə? Sən bu sualları yaxşı eləyirdin axı. Deməli x çıxsın y ifadəsinin qiymətini istəyir onluq say sistemində. Gedəcəm buradan x-i tapacam, buradan y-i tapacam və x-dan y çıxacaq. Deməli x üstü 0, x üstü 1. X üstü 0, x üstü 1. X üstü 0, x üstü 1. Deməli, nə edəcəm? 4x plus 8 plus x plus vura gedirəm. 7 bərabərdir 6x plus 6-ya. Buradan x tapıram. 4x, x, 5x buradan keçirdirik, eləyir mənfi x. Bərabərdir. Bunları o tərəfə keçirəcəm. 8, 7. Neçə edir? 15. 15-in üstə də 6 gəlirəm. 15-dən də 6 çıxıram. Eləyir mənfi neçə? 9. X də bərabərdir 9-a. Bura kimi aydındır Sevinc? Adi tənliyi həll elədim. X tapdım 9. İndi gedirəm. Bunu hesablayıram. Baba bunu. Bunu necə hesablayıram? Yenə həmçinin 4y plus 2 çıxılsın y. Çıxmaya görə çıxaq olacaq. 4 bərabərdir 2y plus 3-ə. 4y, y. Elədi 3y. Bu y-i də gətirirəm bu tərəfə, elədi y. Bərabərdir. 2 mənfi 2. Deməli 2-dən çıxıram 4 eləyir mənfi 2. Mənfi 2-ni də keçirəm plusdan ora. Bu da eləyir 5. Y-i də tapdım 5. X çıxılsın y. X tapmışam 9, y də tapmışam 5. 9-dan çıxacam 5-i eləyəcək nə? 4. Cavabım olacaq C variantı. Sevinç, aydındırmı? Bəli, mən başa düşdüm. Mhm. Aslında yarısına qədər düz gəlmişəm. Sadəcə orada 4y kimə çıxmaq yerinə toplamışam, 5y yazmışam. Görürsən. Yaxşı. 5 hamıda düzdür. Nə gözəl. 6-ya baxırıq. 6 Gülayda səhvdir, digərlərində düzdür. Bir də Sevincdə səhvdir. Ona görə də 6-nı bizə kim izah eləsin? Fidan izah eləsin 6-nı. Görək necə yazır Fidan. Müəllim, orada məntiqlə tapmışdım mən. 8-li say sistemində deyirsə, 8-ə yaxın, yəni 8 ola bilməz də. 8-ə yaxın isə 2-nin qüvvətlərindən götürsün, yəni 4 ola bilər. Orada 4-ü götürmüşəm mən. İkincisdə isə 16-dan balaca Bir də 2-nin, yəni 4-ü düzdür. 4-ü götürmüsən, 2-də də A-nı götürmüsən, eləmi? İndi baxıram ki, düz qoymuşam sənə. Düzdür, amma yolun səhvdir Fidan. Mənə də görün, bax 2 üstü x-da bizdə deyir ki, x-in ixtiyarı natural ədəd olarsa, x ixtiyarı natural ədəd olarsa, 2 üstü x onluq ədədinin 8-li say sistemində yazılışında ədədin ilk rəqəmi maksimum neçə ola bilər? Biz burada uşaqlar qalıqlarla işləyəcəm. X ədədini mən bilmirəm. Axı bunun üstündə nəsə qalanda biz onu 3-lüyə gətirmək üçün nə edirdik? 2 üstü 3 eləyirdik. Qalanları nə edirdik? Tamamlayırdıq. Aydındır? Məsələn, belədirsə, bax 2 üstü 27 yazıram. Bunu 8-likdə mən necə göstərirdim? 2 üstü 3-ümü hazır yazırdım. 27-yə tamamlayırdım. 27-ni bölürdümmü 3-ə? Eləyir 9. 9-u gətirib yazıram. 9'dan. Ona görə də mən nə edəcəm? Bölmə qaydasına istifadə edəcəm. Yəni x-i mən 8-lik olduğuna görə 8 2 üstü 3 kimi ifadə olunmalı. Ona görə də 3-ə bölsəm, qalıq neçə eləyə bilər? 0 ola bilər qalıq. Məsələn, 25-i mən 3-ə bölsəm, qalıq 0 ola bilər, 1 ola bilər, bir də 2 ola bilər. Artıq qalıq 3 ola bilməz. Bunu biz riyaziyyatdan bilirik. Məndən də nə istəyir? Deyir, ilk rəqəmi maksimum. Bax, maksimum deyə neçə olar? Bunların içində maksimum neçədir? 2. Həmin bu 2-ni gətirib qoyacam x-in yerinə. Aydındır. 2 üstü nə? 2. Eləyir 4.
Ona görə də burada cavabım olacaq 4. Burada da 16 say sisteminin dediyinə görə 2 üstü 4 şəklində ifadə olunduğuna görə x-i 4-ə bölsəm qalıq nə qalar? 0 qala bilər, 1 qala bilər, 2 qala bilər, bir də 3 qala bilər. Məndən maksimumu istədiyinə görə yenə 3-ü götürəcəm buradan maksimum. Gətirib qoyacam burada yerinə 2 üstü 3 eləyəcəm nə? 8. Yəni 1 olacaq D variantı, 2 də olacaq A variantı. Aydındırmı? Bəli, müəllim. başa düşdüm. Bu sual keçən il deyəsən qəbula gəlib. Səhv etmirəmsə, ya keçən Ye- il ondan əvvəlki. 7 səhv olur ki məndə. 7 Mənim də səhv hamıda deyil. düzdür, bir dənə səndə səhvdir. Mən niyə o? Mən fikirləşim ki, məndə də bir dərslə qalsa. Yaxşı, bir dənə baxım, görüm. Sən variantı konkret yazmısan, ona görə mən variantla işlədim. Həllinə baxmadım da. Səbinə, baxaq. 7. Yanda həllində yazmışam əslində. Hə. 7-yə sən B yazmısan da, Səbinə, hə? Variant olaraq bəli. B, görüm B-dimi? Mən nəzərdə tuturam ki, əslində yolunu düzəltmişəm. 7 B-dir. Hə, düzdür, Səbinə. Mən niyə səhv qoymuşam? Düzdür. Məndə elə səhvi var, çünki həllini dəqiq bilirəm ki, mən bu yolda belə gedirəm. Ona görə şey deyirəm. Mən variantı görməmişəm. Səbinə, ona görə çıxaq qoymuşam sənə. Sonra gördüm ki, B yazmısan burada. Deməli, 8-ə baxırıq. 8 görüm kimdə səhvdir. 8 Gülaydan başqa hamıda səhvdir. 8 nədir ki belə? Hə, bu sual qəbul sualdır uşaqlar. Konkret qəbul sualdır. Keçən il gəlib qəbula. Ona görə də bu il topluya salıblar bu sualı. Niyə bunu yaza bilməmisiz? Bunu Mən əslində uzun bir yolla nəsə getdim, amma alınmadı. yenicə izah eləmişdim özdə uşaqlar bunu sizə yenicə. Ondan sonra sistemlərin sınavını atmışdım. Deməli, əvvəlcə bax dördlü say sistemindən söhbət gedir. Bunu yadımda saxlayıram dördlükdən. Əvvəlcə, yəni dördlüyün say sisteminin rəqəmlərindən istifadə olunur. 0, 1, 2, 3 bu rəqəmlərdən istifadə edilib. Həqiqətən gəlib baxıram, bax 1 var, 3 var, 0, 2, 1. Həqiqətən bu rəqəmlərdən istifadə olunur. Deyir ki, əvvəlcə hər bir rəqəmə onun 2 rəqəmdən ibarət ikilik yazılışı qarşı qoyulur. Bax, bu ədədlə işləyəcəm da mən. 1, 3, 0, 2, 1, 2. Məndən bu ədədi kodlaşdırmamı istəyir. Mənə deyir ki, əvvəlcə hər bir rəqəmə, bax, hər bir rəqəmə onun 2 rəqəmdən ibarət ikilik yazılışı qarşı qoyulur. Mənə deyin görün, 1-in ikilik yazılışı neçədir? Hə. 1-in ikilik 0-1. Bəli, 0, 1. 3-ün ikilik yazılışı neçədir? 1-1. 1, 1. Niyə aydın olmur uşaqlar bu sizə? Bax, 1, 2 yazıram, hə? 1-i almaq üçün 1-2 qaydasını istifadə edirəm da mən burada. 1-i almaq üçün nə edirəm? Bura mən bax 1, 2, 4 yaza bilmərəm. Çünki məndən dördlük say. 4 yaza bilərəm, amma məndən 2 rəqəmdən ibarət yazılışını istəyir. 2 rəqəmdən ibarət. Yenə də mən bax 4-lə bu qaydanı istifadə etsəm 0, 0, 1. Axı məndən 2 rəqəmdən yazılışı istəyir. Bu 0 atacağam, 0, 1-i götürəcəm, gətirib yazacağam bura. Bu bax 1-in yazılışıdır. Bax 1-in yazılışı. İndi keçirəm 3-ün yazılışına. 3-ü necə alaram buradan? 0, 1, 1. Məndə 2 rəqəmdən ibarət dediyinə görə bu 0-ı atacağam, yazacağam 1, 1. Sonra 0 gəlir. 0-ın ikilik yazılışı Səbinə nə olacaq? Mən 10. 10 nədir ay Səbinə? Yəni 1-0 Necə? deyil. Xeyr. Yəni 1-0 olar da. Gülay nə olacaq? olmaz. Bəli, 0, 0 olacaq. Niyə? 0-ın yazılışı 0, 0 olacaq. Niyəmi? 2-ni demədiniz. Yox, 2-yə çatmamışıq hələ.
Hə, mən 2 Hə, deyirdim. düzdür. Bir, Yəni 2 olacaq nə? 0, Bir, 1, 0. Bəli, ikili yazılışı olacaq 1, 0. Yazıram bura 1, 0. Sonra 1 gəlir, 1 zaten var əlimdə. Yazmağa ehtiyac yoxdur. 2-ni də yazmışam bura. İndi gedirəm, nə edirəm? Bunu silirəm burdan. Bunları ardıcıl yazacağam. Sonra mənə nə desə onu edəcəm. Deməli, birinci 1 gəlir. Yazıram 0, 1. Bax buradan yazıram səliqəli. 0, 1. Sonra nə gəlir? 3 gəlir. 1, 1. Yazdım 1, 1. Sonra 0 gəlir. Yazıram 0, 0. 2, 1, 0. 1, 0. Sonra 1 gəlir yenə. Yazıram 0, 1. Sonra 2 gəlir. 2 nədir? 1, 0. Yazdım 1, 0. Nədə? İkilikdə. Sonra mənə deyir ki, alınmış ardıcıllıqda bütün sıfırları birlərlə əvəz elə. Birləri də sıfırlarla əvəz elə. Niyə edəcəm? Burada 0-dır, bura yazacağam 1. Neçə dənə 1 var? 1, 2, 3. 3 dənə deməli 0 yazacağam bura. Əvəz eləyirəm də uşaqlar. 2 dənə 0 var, 2 dənə 1. Bu biri yenə 0-la əvəz eləyirəm. Yenə 1, 1, 0, 0, 1. Bura kimi aydındır sizə? Sonra məndən 8'li say sistemində istəyir. 8'li say sistemi, ikili say sisteminə 8'liyə necə keçirik? Fidan. Üç ayıracağım. Bəli, sağdan Bəli. sola 3 3 ayıracaq. 1 2 3. 1 2 3, 1 2 3. Yenə 4'e 4, 2, burada 1 olacaq qaydası. 8 üzr istəyirəm. 4 2 1 4 olmalı. Bəli, bəli. Deməli 4 2 1 4 2 1 4 2 1. Burada olur 4, burada olur 3, burada olur 3, burada da olur 1. Cavabım olacaq 4331 D variantı. Aydındırmı? Bəli. Aydın. Mhm. Sevinç aydındır sənə? Bəli, mən başa düşdüm. İndi baxırıq 9-a. 9 deməli hamıda düzdür. Nə gözəl. Nə gözəl. Bax siz belə düz yazanda mən sevinirəm. 9 bax qəbul sualıdır uşaqlar. Bunu düz yazmısınızsa nə xoş mənə. Bu qəbul sualıdır. Bax gələcək 100% ki, gələcək bundan biri. Deməli, ona baxırıq. Onu bir dənə sevinç səhv yazıb. Yaxşı baxaq. Deməli, onluq say sistemində verilmiş 2 üstü 129 ədədi 16-lı say sistemi təsvir olunarsa, alınan ədəd hansı rəqəmlə başlayar? Sevinç, mənə də görüm 16-lı say sistemi deyirsə, mən 2 üstü 129-umu yazdım. Bərabər qoyuram. 16-lı say sistemi deyirsə, nəyi hazır yazmalıyam, mən onu tamamlamalıyam 129-a? 16'lıqdasa 2 üstü 4'ü Ay, sağ ol. 2 üstü 4-ümü hazır yazdım. Clever parçalayacağım bir də. Aha. Yəni 129-u böləcəm tez 4-ə. Deməli 3 dəfə, 2 dəfə 32. Bura yazıram rahat 32. 32-ni 4-ə vuranda bax 32-ni 4-ə vururam. Eləyir 128. Axı burada 129-u. Bir dənə də bunu nəyə vuracam? 2 üstü 1-ə vuracam. Tamamlansın da 129-a. Aydındır. Bildim. Bax bu nə deməkdir? Mən demişdim ki, belə yazılış görəndə 16-lıqda istəyir. 16-da bu nə deməkdir? Bir yanında neçə dənə 0? 32 dənə 0 deməkdir. Bax burada yazıram 0. Gətirib onu mən 2-yə vursam sevinç, nə olacaq mənim cavabım? 2 yanında 32 dənə 0 olacaqmı? Hə, düzdür. Deməli mənim ədədim nə ilə, hansı rəqəmlə başlayacaq? 2 rəqəmi. Şimdi. Aydındır. Bəli. Uşaqlar, bunu çox adam çıxmana yazıb. Bunu sevinç qrupa atmışdı. Burada vurma olmalıdır. Bunu vurmana kim eləyib? Gülay, vurmana eləmsən sən? Bəli. Qrupda yazmışdı deyə vurmanla hesapladım. Ay, sağ ol. Vurmana, Gülay neçə almısan burada? Burada mən 34 almışam. 34. Uşaqlar, burada cavab 34-dür. İndi çıxmana hesaplayanları mən bilmirəm, onu hesaplamamışam. Ümid edirəm bu sual çox asandır. Bax, hamısını onluğa gətirəcəksən. Necə? Sıxmayla eləmişdim onu. Əsas odur yolun düzdür. Birinci vurmanı elədin, bölməni. Yəni sıxmayla da deyə bölməni elədim. Bəli, sonra vurmanı, sonra çıxma, sonra toplama. Belə eləmisiniz ardıcıllığı. Gəlin çıxmanla eləyək. Çıxmanla eləyəndə əgər aldığınız cavab doğrudursa, onu sizə doğru götürəcəm. Bir dənə də sual artmış olacaq. Tez bunu çıxmanla edeyim.
Çünki Fidanda çıxmanı eləyib. Sən də çıxmanı eləmsən Səbinə. Ona görə də sizə istəmirəm minus düşsün bu suala. Deməli, 4 onluqda ilə 4-dür. 4-ə dəymirəm. 23-ü keçirdirəm 8-likdən bərabərdir x onluğa. Necə keçirirəm? Heç buradan x-i silirəm, birbaşa yazıram. Deməli, 0, 1. 2 vurulsun 8 plus 3 vurulsun 8 üstü 0. Yəni 3 vurulsun 1 yazıram qısaca. Bu da eləyir 19. Deməli, bunun yerinə yazacağım 19. Çıxılsın. 26 onluqda da ilə olduğu kimi saxlayıram. 1, 1, 0, 1-i 2-likdən keçirdirəm nəyə? Onluğa. Yenə 0, 1, 2, 3. Bu 0 mənə lazım deyil. 2 üstü 3 plus 2 üstü 2 plus 2 üstü 0. Bu da eləyir 8 plus 4 plus 1. Bu da eləyir 13. Burada gətirib qoyuram 13-ü. İndi bir deyini, bir dey 16-lıqdan. Nə edirəm? Keçirdirəm yenə onluğa. 1 vurulsun 16 üstü 1, yəni 16 eləyəcək mənim cavabım. 16 üstü 0-da vururam deyə. D neçədir? D neçədir? 13-dürmü? 13-ü vururam 1-ə eləyir 13. Bu da eləyir nə? 29. Burada yazacağım 29. Nəticə etibarilə 4 çıxılsın 19, çıxılsın 26, bölünsün 13 plus 29. Bərabərdir. Birinci bölməni eləyəcəm. 26-nı 13-ə böləndə eləyir 2. 4 çıxılsın 19, çıxılsın 2. Nə eləyir? 17. Mənfi 17 eləyirmi? Mənfi 17 plus 29 nə eləyir bəs? 29-dan 17 çıxanda eləyir 13. 12. Cavab burada bax çıxmaqla yazmısınız. Cavabı 12 kim alıb? Hə, Səvinə. Səhvin hardadır balam? Mən bir dəqiqə nəysə orada başqa cür çıxmışam. 11-ə baxım. Deməli sən burada nə etmisən? 8-liyə çevirmisən. Lap yaxşı. Səhvin orada 4 çıxılsın 19, çıxılsın Çıxmada səbəb eləmişəm. 2 plus 19 düzdür də? Düz yazmışam. Çıxmada səhv eləmisən, sən? Bayram. Mənfi 17, hə düz, yox, belə olmalı. Sən çıxmada səhv Sən bax belə yazmısan eynisi ilə. Bir dənə bura 2 yazmısan da, eynisi ilə belə yazmısan. Götürüb 4 yazmısan. 4-ü buradan necə almısan Səbinə? Həm 4-dən birinci 19 çıxmışam. Hə, lap çıxaq. Hə, Nə olur? eləyir. 15 Nəysə eləyir. orada səbəb eləmişəm. Mənfi 15 eləyirmi? Mənfi 15 çıxılsın 2 plus 29. Yenə də 12 eləyir də bu. Bu eləyir mənfi 17. Yenə 17 çıxanda 12 eləyir. Bunu sənə düz sayıram. Yolun düzdür çünki. Amma bunu, yəni çox kobud səhvdir də bu. Bunu sən qəbulda eləsən, bu bizim işimizi çətinləşdirir. Bunu sənə düz götürürəm. Amma bunu mən götürürəm də, qəbulda bunu sənə düz götürməyəcəklər. Deməli 11. Hələ ki 14 düzüm var. Hələ ki fidanı keçə bilməmisən. Görək. Hə, niyə səhvdir? Asqıraq məni bir tər elədi. Baxırıq neçəyə? 12-yə. 12-ni kim oxuyur? Bir nəfər oxusun. Gülay oxuy 12-ni. İkilik say sistemində 12 verilmiş fidanda səhvdir. Bir dənə fidanda düzdür. Hə, fidan izah eləsin bəlkə. Sən oxuma, fidan izah eləsin. Daxilim onda müəllim. İkilik say sistemində verilmiş 57 rəqəmli ən kiçik ədədi 16-lıq say sisteminə çevirdikdə neçə rəqəmli ədəd alınır? Bu əvvəlcə müəllim ən kiçik ədəd deyirsə, başa bir dənə 1 götürmüşəm, bir də yanında 56 dənə 0. Afərin. Onu 16-lığa çevirmək üçün nə etmişəm burada? 4 ayırmışam. Ay, 100, sağ ol. 200, 4 baxın. Qısacası 57 Ay, böləcəm nəyə? 4-ə. 57 rəqəmlidir də. bəli. 57-yə ən yaxın 56-nı 4-ə böləndə 14 eləyir. Orada 14 dənə 0 olur onda. Ay, Bir dənə də birimiz olur. O da 15 rəqəmli olur. Tamamilə doğrudur. Aydındır uşaqlar. Bax, Bəli. 57 rəqəmi nə demək? Bir yanda 56 dənə 0.
Bu 56 dənə sıfır rahat 4-4 bölünəcək. Çünki mən bunu nə edirəm? 16-lığa çevirirəm. Bunu mən böldüm. Bu birim qaldı axı burada. Bu da ayrıca bir simvol alınacaq da, rəqəm alınacaq. Bu da eləyəcək 15 rəqəmli. Aydındır? Bəli, müəllimə. Aha. Baxırıq 13-ə. 13 deməli Gülayda düzdür, Səbinə də düzdür. Fidanda da yox, Fidanla Sevincdə səhvdir. Baxırıq tez 13-ə. Buradan yazacağam elə. Deməli, onluq say sistemində verilmiş 200-dür. Orada məsəl üçün Bunu 2 üstü deyil. 3 Ay, onu sağ ol. 186-yı parçalamaqla yazacaq, Aha. eləmi? Bayaqki suala oxşayır. Hə. Daha sonra 186 eee, 186-nı da 3-ə böləcəm, elə yazacağam da. Bir dəqiqə Aha. bölüm. 62. Bu nə deməkdir? Aha. Bir yanında 62 dənə nə? 0. 0. Yəni 63 rəqəmli. Məndən hansı rəqəmlə başlayır deyir. Hansı rəqəmlə başlayır? 1. Neçə rəqəmli soruşsaydı sən deyən 63 rəqəmli olacaqdı. Amma məndən deyir hansı rəqəmlə başlayır? 1 rəqəmi ilə başlayır. Burada cavabım olur 1. Fidan aydındırmı? Böləndə səhv eləmişəm əslində. Hə. Deyirəm də bu sual asan sualdır. Deməli 14-ə baxırıq. 14 maşallah hamıda səhvdir. Niyə? Bunu deyir mənə 2 üstü 186-nı parçalasın Sevinç. Keçirsin nəyə? Bizə nə istəyir? İkilik say sistemində 1 yazılışını. Heç bunu parçalamaya ehtiyac yoxdur uşaqlar. Onluq say sistemində verilmiş bu ifadəsinin qiyməti ikilik say sistemi yazılışına bir rəqəmlə sayı neçədir? Bir dənə, bax bu nə deməkdir? Bir yanında nə? Mən onu 2 üstü başa düşməmişəm. Mən onu 21 Hə, 21 deyirsən. üstü Bunu mən indi düzəltmişəm. Uşaqlar, mən bunu sınağı düzəltmişəm. Təzədən vaxtım olmayıb da baxmağa. Burada düz deyirsən. 21 üstü 186 idi. Bunu özünüz bir dənə tez yazın, cavabı deyin mənə. Bax, bunun düzgün yazılışı belədir. Tez yazın, cavabı deyin mənə. Gülay, sənin mən atdığın bu idi. Yox, 22-ci sual. Hə, 14-ü tez yazın. Kim düz yazsa plusu artacaq. Yaxşı. Siz ata. Bəli, şəxsi atırsınız. Müəlliməniz kripləyib. Allah şəfa versin. Çox sağ ol. Oy. Amma o ki mən hələ də başa düşmədim. 12-ni Bəli. yaxşı. 14-ü yazın, izah eləyərəm bir də. Anlattım mən sizə. Hı. On beşi niyə keçirtməmisən ay Səbinə? 15-i 2-yə keçir də. Orada gör nə qədər 1 var. Onluq yazıb ki ona. Bəli, onluqdan keçirdisən 2-liyə. Nə edəcəksən? 2-yə bölə-bölə gedəcəksən. Bir dəqiqə.
Baxıram. Səbinə düz plus artdı. Fidana baxaq. Fidan da düz. Fidan da plus artdı. Deməli fidan. Neçənci sual idi uşaqlar bu? 14. 14 plus Səbinəyə plus Gülay da düzdür. Plus Gülayın da düz artdı. 23, 15, 17. Sevinç də atsın görək. Hə. Baxırıq onda, bir dənə izahını tez verim mən. Deməli, 2 üstü 186-nı heç nəyə keçirtməyə ehtiyac yoxdur. Bu nə deməkdir? Bir yanında 186 dənə 0 deməkdir. Bax, bu 8 üstü 5-dir. 8 üstü 5 nə deməkdir? 8 2 üstü 3-dür. Bunun üstünə də 5 yazıram. Çünki burada 5'im var. Bu nə deməkdir? 2 üstü neçə? 15 deməkdir. 15. Bəli, 2 üstü 15. Bu nə deməkdir? Bir yanında 15 dənə 0 deməkdir. İndi baxıram 15-ə. 15-i keçirdirəm 10-luqdan x 2-liyə. Deməli, 15-i 2-yə bölə-bölə gedirəm. 7, 14, 1, 3, 6, 1, 2, 1. Neçə dənə 1 elədi? 1, 2, 3, 4. 4 dənə də 1 elədi. Yəni, burada mənim həllim necə olacaq? Bir yanında, bax, bunu buradan siləcəm. Bax, belə. Bir yanında, bax, 186 dənə 0. Üstə gəlsin, bir yanında neçə dənə 0? 15 dənə 0. Bir dənə də üstə gəlsin, 1, 1, 1, 1. Bir dənə kəsr xətti çəkirəm, bunları toplayıram. Bax, burada sıfırlar yerləşir axı, Sevinç, eşidirsən məni? Burada da sıfırlar yerləşir. Bu sıfırla biri toplayanda birlər düşəcəkmi bura? Düşəcək. Yenə 0, 0, 0. Burada 0 dayanır, bax. 0-dan 1-i toplayıram, 1 düşür bura. Yenə 0, 0, 0, nöqtə, nöqtə, nöqtə. Bu 1 bir dənə gələcək bura. Nəticə etibarı ilə mənim neçə dənə birim olmuş olacaq? 1, 2, 3, 4, 5, 6 dənə birim olmuş olacaq. Əgər məndən birlərin yox, sıfırların sayını soruşmuş olsaydı, gedəcəkdim. Ən böyük nədir? Bax, 186 dənə sıfırdır da. 186-dan çıxacaqdı birlərin sayını. Yəni, altını çıxacaqdım. 180 dənə sıfırımın sayı olacaqdır. Aydındırmı? Bəli, müəllim. Aha, doğru müəllim. Deməli, baxırıq neçəyə? Nə altı çıxdıq ki? Neynədik? Sıfırların sayını soruşsaydı, birlərin sayını çıxırıq da 186-dan. 180 ən böyük nədir? 186-dır. 186-nı Başa düşdüm. Birləri sıxırdı. bəli. 15-ə baxırıq. 15 deməli Səbinə, Gülayla Fidanda düzdür. Səbinədə, hə, Səbinəyə mən izah eləyəcəkdim burada 12-ni. Səbinə qulaq asırsanmı? Verməm. Yəni yenidən izahını verim onu. Hə. Bax, ikili say sistemində verilmiş 57 rəqəmli ən kiçik ədəd. Məsələn, 57 olmasın, 3 rəqəmli olsun. İkili say sistemində ən kiçik 3 rəqəmli ədəd neçədir? Səbinə. İkili say sistemində İkili say sistemində ən kiçik 3 rəqəmli. 3 dənə rəqəm olsun. Neçədir? 100 buna. Bəli, bir yanında neçə dənə 0? 2 dənə 0. Bəli. Məndən də 57 rəqəmli ən kiçik ədəd istəyir. Onda nə olacaq? Bir yanında 56 dənə 0 olacaqmı? Verməm. 0, 0, 0, nöqtə, 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 0. 56 dənə. Buraya yazıram. Məndən nə istəyir? Ədədi deyil, həmin bu ədədi. Bir yanında 56 dənə 0 olan ədədi. 16 sayısını keçirməyimi istəyir. Mən 16, ikilikdən 16-ğa keçəndə nə edirəm Səbinə? 4-4 ayırıram mı? Verməm. Birinci bu 0-ı 56 dənə 0 daxı. Bu 56 dənə 0 tam ayrılır. Bax 4-4 təsəvvürə bax ayırıram. Bax.
Yenə 4-4 ayırdım. Yenə bax 4-4 ayırdım. Bir dənə bu 1 artıq qaldı burada. Yəni 56 dənə sıfırı mən rahat 4-4 ayırdım. Elədi 14 dənə rəqəm. Bunları axı burada üstünə yazır 8, 4, 2, 1 yazıram. Burada toplayıram bir rəqəm alıram. Burada bir rəqəm alıram. Burada ta ki 14 dənə mən rəqəm almış oluram. Axı mənim bu birim qalır. Aydındır. Bilmirəm, aydın. Bu da neçə rəqəmli olacaq? 14-sə, bir dənə bu 1-ə görə 15 rəqəmli olacaq. Aydındır. Aydın. Aha. Baxırıq 15-ə. 15 deməli. 15 asandır. Bunu niyə səhv yazmısınız siz? Sevinclə Səbinə. Tez baxaq. Mən bilmirəm nə hesabdır. Tam olaraq tutmamışam. Yaxşı. Mən deyim tez izahı, onu da baxarsan. Deməli, 8-ci say sistemində ən böyük 3 rəqəmli cüt ədəd neçədir? Ən böyük deyirsə, birinci, yəni 3 dənə yazmaq. 7 olacaq. Değilse benim 666 olmalı değil. Bəli. En büyük. O 7 deyən kim idi? Mən bura 7 Yox, yazdım. ən böyük deyil. 767. Tək ədəd ol axı. Məndən cüt ədəd istəyir uşaq. Ona görə də bura nə yazacağam? 6 yazacağam. Həm elə başında səhv eləmişəm. Bəli, Mən 8-likdən hamısını keçirəcəm aldı 10-luğa. 0, 1, 2, 7 vurulsun 8 üstü 2, plus 6 vurulsun 8 üstü 1, plus 6 vurulsun 8 üstü 0 bərabərdir. 64-ü vururam 7-yə. Neçə eləyir? Bir dənə vaxtımız getməsin deyə tez kalkulyatoruna yazır. 64 vurulsun 7 eləyir 448 plus 6 dən 8-im 48 plus 6 plus 48 plus 6. Bu da eləyir 502. 502. İndi deyir ki, onluq say sistemində bunu keçirdim onluğa. Onluq say sistemində ən kiçik 3 rəqəmli tək ədəd. Nədir Səbinə onluq say sistemində ən kiçik 3 rəqəmli tək ədədim? Mən 101 deyirəm. Bəli, 101-dir. Gələcəm 502-dən. Məndən fərqini istədi. Fərqi neçə edər? 502-dən çıxacam 101-i. 401-dir cavabım. Bu da eləyəcək, bəli, 401. Güla, neçə almışdın sən? 15'də 409. Onu da topladım axırda 510 aldım. Yox, 510-dan 101 çıxdım, 409 aldım. 510-dan biz harda səhv elədik ki? 764. 776 olmalıdır. Ha 76 hemen doğru Hə, bekliyorsun. doğru. Ben de birinci 766 yazmışdım, sonra düzeltmiştim. Demə 56. Burada da olacaq 56. Doğrudur. 510 eləyir cavabım. 510-dan da çıxacaq nəyi? 101-i. O da eləyəcək 409. Aydındır. Benim aydındır. Aydınım. Bu da belə. İndi baxırıq 16-ya. 16-nı niyə səhv yazmısınız siz? Axı bunu asad yol mən sizə öyrətmişdim. Yazmışdım axı müəllim, sual qoymusunuz. Səhv yazmısan da başa düşmədim orada nə. İlan qurbağa nəsə yazmışdın orada. Mənim cavab 48 Mən 46-ya yazmışdım müəllim. 46 yazmısan Fidan. Bəli. Onda düz yazmısan da cavab 46-dır zaten. Hə? Baxın bir dənə, mən oxuya bilmədim xəttini. Uşaqlar, bundan sonra həllində atılırsınız mənə. Bir də xahiş edirəm, səliqəli bax Sevinc elə eləmişdi. Səliqəli 1 2 3 4 yazırsınız, variantları ya açıq sualdırsa cavabı qarşısına yazırsınız. Çünki mən başa aça bilmirəm bu hansı variant, hansı sualındır. Deməli, Fidana baxaq bir dənə, Fidan. Görün Fidan 16-da neçə alıb? 16. Burada mən 47, 46 görmürəm axı ay Fidan. Harda yazmısan 46-nı? Yazmışdım, sonra qaraldım 46 elədim birinci. 46 elə. 47 götürdüm. İndi mən hansını götürüm? Elə bir qəbula getmisən, imtahana getmisən. Orada da elə deyəcəksən. Düzəltmişəm axı müəllim, 46 yazmışım. Birdən sən orada parça yazmısan, belə yazmısan. 1 46. Bax belə bir şey yazmısan, hə?
Bu nə? Hə, yəni 1-dən 46-ya qədər natural ədəd var da. Hə, cavab yəni 46. Ödəyən deyir. Onda plus qoyuram sənə. Amma belə yazma da, orada olsa variant verəcəm. Mən açıq sual kimi bunu sizə atmışam. 16 plus qoyuruq. Hə, sual qoymuşam özdə sənə. Yəni başa düşmədim nə yazmısan. Fidanın düzü artır get-gedə. 18 düz oldu Fidanda. Aha. Deməli bir dənə bunu tez izah eləyirəm. 23 İzah edin müəllim. 23-ü 8-likdən keçirirəm nəyə? 10-luğa. Yəni 2 vurulsun 8 plus 3. Bu da eləyir 19. Buranı tapdım nə? 19. 42-ni keçirdirəm 16-lıqdan yenə 10-luğa. 4 vurulsun 16 plus 2. Birbaşa yazdım. Deməli 64 bu da eləyir 66. Bəli, 66. Bunun mən qısa yolunu sizə öyrətmişdim. Dedim ki, balaca rəqəmlər götürün, onda biləcəksiniz. Məsələn, 3 götürürəm. Mən 19-dan 19 çıxdım elə. Hə, onu bilsən tapmaq olmur da, elə bilmək olmur. Məsələn, burada belə verməsəydi, bir dənə bura xətt atsaydı, bax belə versəydi onu necə eləyəcəkdin? Ona görə də uşaqlar çalışın kiçik rəqəmlər götürün. Bax 3, 7, x-in yerinə nə ola bilər? 4 ola bilər, 5 ola bilər, bir də 6 ola bilər. Neçə halım oldu? 3 halım. Gəlib mən 7-dən çıxacam 3-ü, bax 7-dən çıxıram 3-ü. Eləyir 4. Axı məndə 3 haldır. 4 olması üçün bir dənə də 1 çıxacam. Eləyəcək 3. Yəni nəticə etibarilə bu nə olacaq? 7 çıxılsın 3, çıxılsın 1. Həmin prosesi gedib tətbiq edirəm bura. 66 çıxılsın 19, çıxılsın 1. Bərabərdir. Nəyə? 46-ya. Aydındırmı? Bəli, mən, 100%. mən orada axırda çıxmamışam, toplamışam. Hə, gördüm. Plus 1 yazmısan. Bəli. Görürsüz necə çaşır adam. Ona görə də uşaqlar həmişə kiçik rəqəm götürürsüz, bax yerinə qoyursunuz. 3 halıqda 3 halım var burada x-in yerinə 3 halım. 1 2 3. Bu 3 almaq üçün nə elədim? 7-dən çıxdım 3-ü, görürəm 4 eləyir. 4-dən də çıxacam bir dənə biri. Həmin şey 66-dan çıxıram 19-u. Bir dənə də 1 çıxacam eləyəcək 46. Aydındırmı? Bəli. Aydın. Yaxşı, bir dənə sual verirəm ona. Bir dənə mən bura. Bu işarəni atsam necə olacaqdı mənim cavabım? Burada dəyməyəcəkdik. Toplayacaqdır. Mənim elədiyim eləyəcəkdim. Bəli. 7-dən çıxacam 3-ü, bir dənə plus gələcəm 1. O da eləyəcək 5. Həmin şeyi də bura tətbiq edəcəm. 66-dan çıxacam 19 eləyəcək. Nə? 47. Üstünə də 1 gələcəm eləyəcək 48. Aydındır. Bu oldu belə. Aydın. 17. 17 görək kimdə düzdür. 17-də Gülay sənə sual qoymuşam, digərlərinə də çıxaq qoymuşam. 17 yəni heç kimdə düz deyil. Mən hansı 17-dir o? Birinci oyun. Bu 17-yi başa düşməmişəm mən. Birinci O oyun. Mən də. O bir 17-yi yazmışam. O bir 17 də səhvdir. Bu biri 17. Hə, bu da səhvdir. Niyə səhvdir o? Birinci 17-yə baxaq, birinci. Bu 17 var. Əsas sualdır, bu qəbul sualı uşaqlar. Bax, bu da gələ bilər hər an. Deməli, çox sadədir. Bir dənə ardıcıllığı bilmək lazımdır. Götürüb 16-nı da yazmışam bura. Hə, verilmişdi addımların icrasından sonra alınacaq nəticəni müəyyən edin. Lap yaxşı. Deyir ki, 64 üstü 3 onluq ədədini yazın. Mən bunu necə yazaram? 64 üstü 3-ü necə yazaram? 2 üstü 6 üstü 3 kimi yaza bilərəm. Bu deyir 2 üstü nə? 18. Yazdım. Ha 2 üstü 18-ni yazdım. Deyir birinci addımdakı ədədin üzərinə. Birinci addımda nə aldım mən? 2 üstü 18. Bunun üzərinə gələcəm nə? 11 rəqəmli ən kiçik ikilik ədədi deyə əlavə edin. Mənə deyin görüm. 11 rəqəmli ən kiçik ikilik ədədimiz nədir? Bir yanında neçə dənə sıfır? 11 0. Değil mi? Bir yanında neçə dənə sıfır? 11 rəqəm deyirsən 10 dənə 0. Bəli, 10 dənə sıfır. Nöqtə 10 dənə. Bu da nədir? Bunu mən necə yaza bilərəm? Bizdən onluğunu istəyəndə 218 yazırıq. Hə da. Bunu nə edim mən? Onluğa çevirirəm də. Bunu axı öyrətmişəm sizə mən. Bunu nə edirəm? 2 üstü Ha, bildim 64, mən. 2 üstü 6 Aydın. deməkdir. Bir dənə də 3 yazıram. Bu deyir Tamam. 2 üstü 18. Həmin bu 2 üstü 18 üzərinə gələcəm nə? Bax, bu nə deməkdir? Bir yanında neçə dənə sıfır? Gülay. 10 dənə sıfır.
Mən bunu 2 üstə 10 kimi yaza bilərəmmi? Axı mən 2 üstə 10-u görən kimi deyirəm bir yanında onda nə 0 deməkdir bu? Aydın olur dediyim. Bəli. Bir dənə bunun üzərinə gələcəm nə? 2 üstü 10-u. Plus, bax yenə, bax ikinci addımda alınan ədədin üzərinə. Bax ikinci addım, bu birinci addım, bu ikinci addım. Bunun üzərinə gələcəm nəyi? 2 üstü 13-ü. Sonra da üçüncü addımda alınan nəticə 10-luq, 16-lıq say sisteminə çevirin. Hə, bunu çevirin tez 16-lığa. Görüm kim tez çevirəcək. Bax bu hissəni çevirin 16-lığa. Yəni nə şəkildə gətirəsiz? 2 üstü 4 şəklində gətirəsiz. Vaxt getməsin bilirəm ki, olsa yaza biləcəksiniz. 2 üstü 4-ümü qoydum. 18-i tamamlayın. Hə, Elə mən birbaşa toplamışdım. 2 üstü 4'ün xaricdən 4, bir də 2 üstü 2'ni toplayaq bəli. mı? 2 üstü 2. Aha. Plus, yenə 2 üstü 4-ümü hazır qoyuram, ona tamamlayıram. 2, bir də 2 üstü yenə 2. Bəli. Hə. Yenə 2 üstü 4-ümü qoyuram, 13-ə tamamlayıram. 2 üstü 3, bir dənə də 2 üstü Bir də də 1. bura vuracam. Bərabərdir. Bunun neyini cavabını tapacağam da. Bu nə deməkdir? Bax, görün mən sıçanım hardadır? Hə, burada. Deməli, bu nə deməkdir? 1 yanında 4 dənə 0 vururam, 2 üstü 2 yəni 4-ə vururam. 4 yanında 4 dənə 0 olurmu? Hə, uşaq Bəli, mən. başa düşə bilirik. Bəli. 4000 olurdu onda. Bəli, 4 yanında 4 dənə 0. 1, 2, 3. 40.000. Bu nə deməkdir? Bu 1 yanında 2 dənə 0 deməkdir. Elə deyil. Bəli. Bunda vururam nəyə? Orada 4 yanında 2 dənə 0. 2 dənə 0. Bəli. Bunun nə deməkdir? 2 yanında 3 dənə 0. 2 yanında 3 dənə 0. Aydındır, bunu toplayıram. 0, 0, 4, 2, 4. Cavabım olacaq nə variantı? Görün variantlarda var. Variantlar yox idi deyəsən. Variant yoxdur burada. Hə. Cavab olur bu. Aydındır. Aydınım. Aydın. Gülay aydındır sənə. Bəli, aydındır. Mhm. Baxırıq 18-ə. Görüm 18 Gülayda düzdür. Hə, bu ikinci 17-yə baxırıq da. Hə. Mən o yolunu başa düşmədim. Çünki sən keçən dərsə qoşulmuşdun filan. Bunu dərsdə Eyvah. demişdik. Hə, bunu necə edirik? Kim deyər? Mənim qaydası var idi da 0, 1, 2'ye baxırıq. Üçlü say sistemində bunu götürürük. Sonra sıra nömrəsi deyir deyə onluğa çeviririk. Bu səndə niyə səhvdir? Sonra axırda Məmməd də maraqlı deyil, ona görə bəyəxdən qalmışam. Nəysə benim şimdi. Baxaq, bir dənə baxım görüm. Bəlkə mən səhv yoxlamışam, ola bilər. On 7 eləmi? Hə, 60-dır cavab burada. Sən nə çalmısan Səbinə? Mən 59'a qanun almışam. Sonra çıxmışam 1. Niyə 58 bir çıxdın? yazmışam. Səndən, hə, bildim sənin səhvinə. Burada 59 alınır, bəli. Amma sıra nömrəsini dediyinə görə neyniyəcəm? Üstünə bir dənə 1 gələcəm. Bunu mən dəfələrlə sizə demişəm. Əgər məsələn desəydi 182-ci sırada yerləşir. Həmin sözü tap. Neyniyəcəkdim? Çevirəcəkdim, bir dənə 1 çıxacaqdım. Sıra nömrəsini ver baxı mənə. Amma sıra nömrəsini istəsəm, bir dənə 1 gəlirəm. Deməli, 0, 1, 2, 3 bərabərdir. Neyniyəcəm? Üçlükdən, axı bu üçlüyün rəqəmləridir, Sevinç. Bunu sənə deyəsən deməmişdim. Bura diqqətlə qulaq as. Bu bax 0, 1, 2 üçlük rəqəmdir. Üçlük say sistemi rəqəmidir. Həmin bunu üçlükdən keçirəcəm nəyə? Onluğa. Çünki mən sıra nömrəsini ancaq onluqda yaza bilərəm. Neyniyəcəm? 2 vurulsun 3 üstü 3, yəni 27. Plus 0 mənim işim yoxdur. Deməli 1 vurulsun 3 üstü 1 eləyir 3. Plus 2 vurulsun 3 üstü 0. Bu da bərabərdir. 54 plus 5 eləyir 59. Sıra nömrəsi istədiyinə görə bir dənə 59-un üzərinə gələcəm. 1, bu da eləyəcək 60. Aydındırmı?
Bəli, Bəli. bəli. Mhm. Neçə rəqəmlidirsə şeydə o sıra yaydır. Məsələn, deyir ki, indi elə bir sual var burada. Baxacağıq ona. Məsələn, deyir 182-ci sırada yerləşir. Sırada yerləşir. Həmin mən yenə çevrimi aparacağam. 59 almamışam, ondan 1 çıxacaq. 58 olacaq mənim cavabım. Amma yox, sıra nömrəsini istəsə, aldığım cavabın üstə bir dənə +1 gələcək. Bu da +1 bilirsiniz nəyə görədir uşaqlar? Axı biz sıfırdan nömrələmə aparırıq. Baxın sıfırdan başlayır. 0, 1, 2. Burada bax 1-dən başlayır sıra nömrəsi. Ona görə də biz həmişə üstünə bir vahid gəlirik ki, o tamamlansın. Aydındır? Deməyə müəllim şeydir, çevirəndən indi o nətər edirik? Məsəl üçün 3 deyə çevirdiyində. Bax, Rəqəmlərə baxırıq da. bax bu sualdır. Bax O 182-ci da yerdə demir, 182-ci yerdə. Neyniyəcəm? 182-dən çıxacam 1-ə eləyəcək 181. Aydındır? Hı. 181-i neyniyəcəm? 3 deyə çevirəcəyik. Bəli, 0, 1, 2. Üçlü say sistemidir. 181-i 3-ə bölə-bölə gedəcəm. Həmin cavabı da gələcəm sıra nömrəsinə uyğun hərfləri düzəcəm. Bura çatanda izah eləyəcəm. Oldu müəllim. Deməli, bu getdi. 18. 18 Səbinədə səhvdir, Sevinçdə səhvdir. Niyə görəsən səhvdir bu 18? Dəfələrlə demişik. Mən çıxmışam əslində. Niyə alınmıyor? A, B, C 16-lıqda çıxılsın. F, Y 16-lıqda. Deməli, bu nədir? 13. Mən Yox. cavab 16-lıqda almısınız hə siz. 12. 11, bəli. Mən onu 10-luqda yazmışam. Ona görə Səbəb. səhvdir məndə. Səbəb. Mən ona görə deyirəm ki, Mən 16-lıqda çıxın. 10-luğa bilmirəm, ona çevirməyin. görə. Səbinə sən Mən gördün çıxa də bilmirəm. gördüm ki, 10-luğa çevirmisən, ondan sonra çıxmısan. O uzun vaxt tələb eləyir. Bu da 10-dur, bu 15-dir, bu da 14-dür. Deməli, neynirəm? Bu 12-dir uşaqlar. Çaşmayın burada, bu 12-dir. 12-dən 14 çıxa bilmirəm. Gedirəm qonşuya. Birini alıb verirəm. Bir dənə 16 say sistemi olduğuna görə bir dənə 16-lıq alıb verirəm 12-yə. Olur 12 üstə 16. Neçə eləyir? 28. 28-dən artıq mən rahat 14-ü çıxa bilirəm. 28 çıxılsın. 14 eləyir 14. 14 də nədir? 7 elə. Olduğu kimi yazıram. Buradan birini vermişdim axı bura. Burada qaldı 10. Axı 11-dir burada. Qaldı 10. 10-dan 15 çıxa bilmirəm. Yenə gedirəm qonşuya. Bir dənə 16-lıq alıb verirəm 10-a. Burada 10 qalıb. Bura 10 yazdım. Burada 10 qalıb. Bir dənə 16 aldım verdim, elədi 26. 26-dan çıxıram nəyi? 15-i. 26 çıxılsın 15. Bu da edir nə? 11. 11 nədir? B-dir. Daha sonra burada nə qaldı? 9 qaldı. 9 da gəlir bura. Bu qədər sadə. 9B, Y 16-lıq da. Aydındırmı? Aydındır mənim. Hı. Baxırıq 20-yə. Artıq mən yorulduğumu hiss edirəm. Ona görə də 20-ni oxuyur bizə Gülay. Meyvə bağında 30x alma, 21 armud, 5 gavalı və 4 albalaq ağacı var. Bağda cəmi 63 ağac var. Ağacların sayı hansı say sistemində verilib və bağda neçə ağacın olduğunu onun say sistemində ifadə edin. Bir dənə Sevinç səhv yazıb bunu. Qalan hamı düz yazıb. Hə, Sevinç, nə məsələdir? Deməli, 30 x-lıq say sistemində plus 21 x plus 5 x plus 4 x. Çünki cəmi deyir ki, neçə alma var? 63. Ağacı alma nə idi? Bu da x. Bunu 10-luğa da çevirə bilərsiniz. Elə də tapa bilərsiniz. Məsələn, bax 0, 1. X üstə 0 gedir də bunlar. Çaşmayın. X üstü 1, x üstü 0. X üstü 0, x üstü 0. Yenə belə tapa bilərsiniz. Amma bunun asan yolu toplayıb da tapa bilərsiniz. Yaxşı, belə tapaq. 3x plus, bu 0 mənə lazım deyil. 2x plus 1 plus 5 plus 4 bərabərdir 6x plus nə? 3. Deməli, 5x plus nə? 1, 10.
plus 10 bərabərdir 6x plus 3'ə. 6x keçirəm bu tərəf edir mənfi x. 10 da keçirəm bu tərəf edir mənfi 7. Bunda qalır 7. X olur 7. Tapdım mən. Deməli 7'li say sistemində içdən verilibmiş. Gəlirəm 63. Axı məndən de 10'luq say sistemində ifadə elə. X'i tapdım bax. Ətəyinə yazacağım bu x'in yerinə 7. Bunu çevirəcəm nəyə? 10'luğa. 0 1. 6 vurulsun 7 üstü 1 plus 3 vurulsun 7 üstü 0. Bərabərdir 42 plus 3 eləyir 45. Deməli cavabım nə olacaq? 45,7 olacaq. Aydındır Sevinç. Bəli, müəllim. Bunu niyə səhv yazmışdım? Nə bilim valla. D variantı. 21. 21 hamıda düzdür. Axır ki. Axır ki. Bunlarda yaxşısınız. Xoşuma gəlirsiniz. Çünki bunlar gəlir qəbula. Gəlsə düz yazarsınız. 22. Hə, 22'nin düzgün variantı mən sizə atmışdım. Gülay atdı mənə bir dənə. Gülaya ona görə plus qoydum. Qalanlarına minus qoydum. Hə. Kim yaza bilər bunu? 22'ni artıq bizim vaxtımız da tamamdır. Yaxşı. Bax 1025'i parçalayıram. 1024 plus 1 kimi yazıram. Hə, bax kvadratı da yazacağam başına. Bu kvadratı yazdım bura. İndi mənə deyin görüm 1024 2 üstü 10'du mu? Yazdım. Plus 1. Bəli. C'min kvadratı kimi açıram? Birincinin kvadratı üstə gəlsin. Birincinin ikincinin ikimisli. Yəni birincinin kvadratı nədir? 2 üstü 20. Plus 2 vurulsun 2 üstü 10 vurulsun 1. Plus 1'in kvadratı ilə 1. Bərabərdir. 2 üstü 20 plus 2 üstü 11 plus 1. Bərabərdir. İndi mənə 16'lıqda istəyir. Neyi edəcəm? 2 üstü 4'ümü hazır yazdım. Artıq 20'ye tamamlayacağım. Bura bir dənə 5 yazıram 20'ye tamamlamaq üçün. Yenə 2 üstü 4'ümü hazır yazıram. 11'e tamamlayıram. Yenə 2 yazaram. 8. 11'dən də 8'i 3 düşür. 2 üstü 3'e vuraram ki tamamlasın. Plus 1. Bərabərdir. 60 toplayacağım. Bu nə deməkdir? Bir yanında 5 dənə 0. 1, 2, 3, 4, 5. Bu nə deməkdir? 8 yanında 2 dənə 0. Bu biri də yazıram bura. Toplayıram. 1, 0, 8, 0, 0, 1. Cavabım olur B variantı. Aydındırmı? 3 nəfər Aydındır. səhv idi. 22. Bir dənə Gülay düz yazmışdı. Hə, bu sual ümumiyyətlə özü səhv yazılmışdı. Ola bilsin ona görə səhv yazmısınız. Aha, 23'ə baxırıq. Bunu yekunlaşdıraq bu gün. Bu say sisteminə qutaraq. Çünki biz artıq modelləşdirməliyik. Hə, 23 deməli Gülayda düzdür, Səbinə də düzdür, hər kəs də düzdür. Nə gözəl, nə gözəl, nə gözəl. 24'ə baxırıq. 24. Yenə Gülayda düzdür, Səbinədə səhvdir, Fidanda düzdür, Sevincdə də düzdür. Səbinə nə məsələdir? Mən bilmirəm. Yenə neyinirəm? 2'nin qüvvət şəklinə gətirəcəm hamısını. 8 üstü 5'i. 8 yazıram 2 üstü 3 kimi. 5'ini də yazdım bura. Plus 2 üstü 5, 2. Plus 62'ni bir dənə neyiniyəcəm? 10'luqdan keçirəcəm 16'lığa. Bu da eləyir nə? 3 dəfə 48. 62'dən də 48 çıxanda neçə eləyir? 14. Bu da eləyəcək nə? 3y. 14y'dir axı. Burada yazıram bir dənə 3y. Hə. Bunu neyinirəm? Bərabərdir. 2 üstü nə? 3'ü vururam 5'e. 2 üstü 15 plus 2 üstü 10 plus 3y. Mənə də görüm. Məndən 16'lıqda istəyir. Neyiniyəcəm? Nəyə hazır şəklində yazıb tamamlayacağım? 2 üstü 4 kimi. Bəli. 2 üstü 4. 15'e tamamla 2 üstü 4'ü. 3'e vursam 12. Bir dənə də 3 qalır orada. Bunu da yazıram bura. Aydındır. Aydın o. Plus 2 üstü 4'ümü yenə hazır qoyuram. 10'a tamamlayıram bu səfər. 2'ye vursam 8. Bir dənə də 2 üstü 2 yazıram ki ona tamamlansın. Plus 3y. Mənə də görün bu nə deməkdir? Bu yazılış nə deməkdir? Mən 8 yanında 3 dənə Ay 0. sağ ol. 1, 2, 3. 4 yanında 2 dənə 0. 3 yenində yazıram bura. Deməli bu eləyir y. 3 gəlir bura.
Adi bildiyimiz toplamada 4, 8. Nə edir? 84, 3y. 84, 3y hardadır? Bax, B variantında. Aydındırmı? Aydınmı? Hı. Hə, gəldi 25-ə. 25-i bax bizdə hərflər şəklində verir bu səfər. Və 182-ci yerdə olan sözü istəyir. 182-ci yerdə olduğuna görə bax sıra nömrəsini verib də. Ona görə həmin ədəddən 1 çıxacaq, eləcək 181. Sonra gedib baxıram ki, bunu bax sıralamışam da 0 1 2. Axı bu 0 1 2 üçlü say sisteminin rəqəmlərdir. Ona görə də nə edəcəm? 3-ə bölə-bölə gedəcəm. Aydındır. Mən 202 01 aldım ama Bölək o ədədi orada, hərfi orada tapamadım. 181-i Özümdə 3-ə səhv böləndə yazdım ama neçə? atmadım. 60. 60 yazdım. Bəli, 1 181. qalıbdı. 60-ı bölünəm 3-ə 20, 60, 0. 20 bölünəm 3-ə eləyir 6 dəfə 18, 2. 6-nı 3-ə bölünəm 2, 6, 0. Burada dayandım artıq. Deməli, mənim cavab nə oldu? 2, 0, 2, 1, 0. 2 nədir? K hərfi. Yazıram K. 0 nədir? Baxıram, P hərfidir. 2 nə hərfidir yenə? K hərfidir. 0, 1, O hərfidir. Bir dəqiqə. 0 P hərfidir. P. Bir də O hərfidir. Belə bir cavabımız hardadır? Yoktu da mən. Ona görə özümdə də səhv yazmışam. Çapda səhv gedib. Gülay, sən nə yazmısan bura? C variantı yazmışdım. C. Niyə C yazmısan? Düz götürmüşəm sənə bunu. Bir dəqiqə. 25-dir də bu. Gəlin mənə onu düz götürün. Sən belə almısan cavabı? Mən elə almışam ama onu üstə atmamışam. Üstə atdım. Ama Hə. həqiqətən elə yazmışam. Altından da özümdə səhv yazdım. Hə, Gülay, burada necə almısan C-ni? Bir dənə izah elə. 181'i 3'e böldüm. 60 qalıq 1. 60'ı 3'e böldüm. 20 qalıq 0. 20'yi 3'e böldüm. 6 qalıq 2. 6'nı 3'e böldüm. 20-ni 3-ə böldük. 2 qalıq 0. Aha. 2, 0, 2, 0, 1. Yaxşı, bax. Belə aldım mən də. Sonra yerinə qoydum. K 0'dır. Aha. 25-i mənə atmısan? Hə, atmısan. Atmışam mən. Hə, sən də belə olmusan. Amma C-ni götürmüsən. Uşaqlar, burada cavab bunu deməli kimə düz götürürük? Gülaya düz götürəcəm yenə də. Çünki belə alıb. Amma C-ni götürüb seçib. C deyil də. Bunu əsas odur ki, belə almısan. Bir də Səbiniyə düz götürəcəm. Fidan, sən necə almısan? Sən bunu mənə atmamısan. Yazmamışdım. Yani yalan bilmirdim. Hə. Deməli, Səbinənin düzü 16 dənədir son olaraq. Fidan nə idi? Gülay 23 düz. Səbinə 16 düz. Fidan 18 düz. Sevinç 9 düz. Bu günlük bu qədər uşaqlar.